Salam dəyərli izləyicilər, mən Sərkərdə Sərxanoğlu. Stop Narkotikdə bugünkü mövzumuz üzgüçülükdür. Təbii ki, biz idman, nəticələr, medallar haqqında danışmayacağıq. Bu mövzuya daha geniş aspektdən baxmağa çalışacağıq. Su insana nə öyrədir? Üzgüçülük iradəni, intizamı və özünə nəzarəti necə formalaşdırır? Və ən əsası sağlam idman mühiti insanı zərərli vərdişlərdən necə uzaqlaşdıra bilir, uzaq tuta bilir? Hər şeyi qadağalarla sağlamlaşdırıla bilməz. İnsanı sağlamlaşdıran həm də düzgün məşq, yaxşı məşqdir, sağlam çevrə və həyatdakı doğru yoldur. Bugünkü qonağımız Azərbaycan üzgüçülük milli komandasının baş məşqçisi Luka Gabriolodur. Luka Gabriolo uzun illər müxtəlif ölkələrdə olimpiya səviyyəli idmançılarla çalışmışdır. Biz bugünkü müsahibəmizdə Luka Gabriolo ilə birlikdə üzgüçülüyün təkcə idman yox, eyni zamanda insan xarakterinin formalaşmasındakı mühüm həyati roldan da bəhs edəcəyik. Bugünə qədər siz müxtəlif ölkələrdə, müxtəlif sistemlərdə olimpiya səviyyəli idmançılarla çalışmışsınız. Azərbaycana gəldiyinizdən bu yana Azərbaycanımız və eləcə də Azərbaycan üzgüçülüyü haqqında təəssüratlarınız necədir? Bizimlə paylaşmanızı istədik. Definitely one of the major impact that this adventure had on me, it was the city of Baku. Honestly, I've been traveling all around the world. Mən ilk öncə onu deyə bilərəm ki, bir çox şəhərlərdə, bir çox ölkələrdə yaşasam da, Bakı məni çox təəccübləndirdi. Mən adətən şəhər yox, rayon, təbiət insanıyam. Amma mən nə vaxtsa şəhərdə yaşamaq istəsəm, ilk sırada gələcək şəhər Bakıdır. Çünki Bakıda yaşamağı çox sevdim. Definitely very positive surprise. I travel a little bit around, now going to Ganja soon. So I'm excited to visit more, but definitely was a very positive impact. The culture, the food, the Baku as a city, what is offering, it's a great place to be. Üzgüçülüyünüz haqqında təsəvvür. Swimming, it's definitely the challenging part. Üzgüçülük barədə onu deyə bilərəm ki, bizim komandanın hal-hazırda yaxşı infrastrukturu var. Bilirsiniz ki, istənilən biznesdə fəaliyyətlə yanaşı, infrastrukturun çox böyük rolu olur. İnfrastruktur olmasa, hər hansı bir biznesi inkişaf etdirməkdən söhbət gedə bilməz. Bizim Baku Aquatic Palace hazırda Avropanın ən yaxşı üzgüçülük mərkəzlərindən biridir. Çox böyük imkanlara malikdir. Bununla yanaşı, onu da deyə bilərəm ki, ümumilikdə Azərbaycanda vəziyyət belə deyil. Amma biz onun inkişafına çalışırıq. Ümid edirəm ki, müsbət nəticələr əldə edəcəyik. Mən Bakıya gələndən bu yana yalnız nəticələr əldə etmək üçün deyil, həm də mədəniyyəti, üzgüçülüyə yanaşmanı dəyişdirmək, inkişaf əldə etmək istiqamətində çalışıram. Düşünürəm ki, buna da mail olacağıq. It's demanding, but talent, human resources, they are definitely around here. Çox maraqlı mövzuya toxunuldu. Mədəniyyəti dəyişmək. Məsələn, bizdə hal-hazırda insanların üzgüçülə müəyyən edən marağı var, ailələrin marağı var, amma bu bir mədəniyyət halinə gəlməyibdir üzgüçülük. Cənab Gabriolonun işlədiyi hansısa ki, ölkələrdə, dövlətlərdə işləyibdir. Orada üzgüçülüyün mədəniyyət halında olduğu yerlərdən nümunə göstərə bilərmi və bizim də bunu mədəniyyətimiz halinə gətirməmiz üçün nə etməmiz lazımdır? Mən bu sahədə Sidneyi misal göstərə bilərəm. Mən bir müddət Sidneydə yaşadım. Burada insanlar səhər saat 5-dən sahildə, hovuzlarda idman etməyə başlayırlar. Əlbəttə, burada təkcə peşəkar idmançılar deyil, sadə insanlar da idmanla məşğul olurlar. Üstəlik təkcə üzgüçülüklə deyil, digər idman növləri ilə də məşğuldurlar. Siz burada səhər saat 5-dən sonra küçələrdə yürüyüşlə, qaçışla, yaxud da sahillərdə müxtəlif idman növləri ilə məşğul olan insanları görə bilərsiniz. Eləcə də üzgüçülük onlar üçün mədəniyyətə çevrilir. Eynilə də Amerikanı misal göstərə bilərəm. Amerikada səhər saatlarından həm peşəkarlar, həm də sadə vətəndaşlar, o cümlədən məktəb və universitetlərdə şagirdlər, tələbələr idman etməyə vərdiş ediblər. Bu, Amerika cəmiyyəti üçün çox adi bir vəziyyətdir ki, insanlar səhər tezdən idmanla, o cümlədən də üzgüçülüklə məşğul olur. Azərbaycanda isə bir qədər fərqlidir. Təbii ki, bunu yenə infrastruktura gətirib çıxara bilərik. Azərbaycanda məhdud sayda insanın hovuzlara çıxışı var. Bu səbəbdən də hər kəs üzgüçülüklə məşğul ola bilmir. Bəlkə bunun bir səbəbi də odur ki, üzgüçülük hələ Azərbaycanda mədəniyyətə çevrilməyib. Hər bir idmanın özünün bir fəlsəfəsi var. Təbii ki, üzgüçülüyün də bir fəlsəfəsi var. Cənab Gabriolonun fikirləri çox maraqlıdır. Üzgüçülük sadəcə olaraq nəticəsi medal olan bir idman növüdürmü, yoxsa insan xarakterini formalaşdıran bir məktəbdirmi? Swimming has a unique thing that other sports don't have. Üzgüçülüyün digər idmanlardan spesifik fərqi var. O da suyun içində olmaqdır.
Məsələn, mən hətta oturaq vəziyyətdə basketbolla bağlı müəyyən hərəkətlər edə bilərəm. Bədən duruşum, çiyinlərim və s. Amma mən heç vaxt otura-otura üzgüçülük ilə məşğul ola bilmərəm. Yəni üzgüçülüyün fəlsəfəsi tamam fərqlidir. Üzgüçülüyün fəlsəfəsi yad, bizim üçün normal olmayan bir şəraitdə özümüzü normal hiss etməkdir. Hansı ki bizə çox da olmadı. Çünki biz dünyaya gələndə, yəni ana bətnində suyun içində oluruq. Su idmanının digər idman növlərindən fərqi var. Belə ki, digər idmanlar bəzən xüsusi adamlar üçündür. Yəni hansısa idmanla məşğul olmaq üçün sizin xüsusi fiziki göstəriciləriniz, müəyyən bacarıqlarınız olmalıdır. Amma su idmanı hər kəs üçündür. Su bir insanın özünü idarə etməsində, üzgüçülük özəlliklə bir insanın özünü idarə etməsində necə rol oynayır? Əlbəttə, bunu heç sual altına da qoymaq olmaz. Çünki idman başdan ayağa ilə kontroldur. Yəni insanın özünü, psixologiyasını, qorxularını kontrol etməsi və s. Misal üçün, dərinliyə dalma idman növündə də belədir. Məlumat üçün deyim ki, mən 17 metr dərinliyə enmişəm. Bu zaman siz digər idman növlərindəki kimi improvizə edə bilməzsiniz ki, standartdan kənara çıxın, nəsə yenilik edin. Çünki orada hər şey hesablanmış olmalıdır. Siz dərinliyə enərkən, yaxud da üzərkən nəfəsinizi düzgün almalı, enerjinizi düzgün kontrol etməlisiniz. Dərinliyə dalanda qanda qatlaşma olur. Siz onu hiss edirsiniz. Bədəniniz zəifləyir, yorğunluq hiss edirsiniz. Amma siz nəfəsinizi kontrol edərək hədəfə çatır, sonra da yenidən qaydalara riayət edərək geri qayıdırsınız. İntizam məşqdənmi formalaşır, məşqi iləmi formalaşır, ailədənmi gəlir, yoxsa bu üçünün birgə işləməsindənmi formalaşır intizam? Necə düşünürsünüz? It's definitely complex work. I mean, a family it's always playing the role number one. My mom was an Olympic champion in swimming. My father was a European champion water polo. Of course, Əlbəttə, bu kompleks yanaşma tələb edir. Amma təbii ki, birinci yerdə ailə gəlir. Mənim anam üzgüçülük üzrə olimpiya çempiyonudur. Atam isə su polosu üzrə çempion olub. Ona görə hesab edirəm ki, bu disiplin mənim üçün ailədən gəlib. Amma burada kompleks yanaşma və şərait çox vacibdir. Ətrafındakı idmançılara, eyni zamanda da təlimçiyə hörmət, yeni nəsildə daha disiplinli olmağa, deyilənlərə və qoyulan şərtlərə riayət etməyə zəmin yaradır. Misal üçün, Azərbaycanda üzgüçülüyün mədəniyyətə çevrilməsindəki problemin, eyni ilə disiplin probleminin bir səbəbi də odur ki, burada su idman növlərinə yetkin, populyar idman növü kimi baxılmır. Daha çox gənc nəslin, uşaqların məşğul olacağı bir idman növü kimi baxırlar. Və həmin idmançılara da, belə deyək, Avropada su idmanının mədəniyyətə çevrildiyi digər ölkələrdəki kimi daha yüksək dəyər verilmədiyinə görə, ola bilsin bu insanlarda disiplinsizliyə gətirib çıxarır. Hətta bəzi hallarda idmançının özü də müəyyən müddətdən sonra qeyri-ciddi yanaşmağa başlayır. That's the reality why swimming is hard, because the environment of swimming it's unpleasant. Cold water most of the time, dark places, maybe not clean, maybe you have limited time, and then there is no place to put you in place after. If a woman goes to swim and after she needs to go to the office and she's all like not prepared, it's not the same thing. So the condition to do swimming are very hard. Biz idmandan danışanda ilk növbədə ağla bu gəlir ki, idman insanı, gəncləri, uşaqları zərərli vərdişlərdən uzaq tutan bir sahədir, vacib bir sahədir. Bugünkü söhbətimiz üzgüçülük olduğuna görə, acaba qəbul olunma praktikasında üzgüçülük bu mənada insanlara nə qazandıra bilir? Dediyimiz hansı ki, zərərli vərdişlərdən uzaq durmaq mövzusunda. I don't know, because most of the swimmers are very good people, good boys, good girls. Açığını desən, məndə elə bir misal yoxdur. Bunun da səbəbi odur ki, üzgüçülüklə məşğul olan uşaqlar, gənclər adətən sağlam fizikaya və sağlam mentalitetə malik olurlar. Çünki insan üzəndə özünü rahat hiss edir. Normalda pis vərdişlərlə məşğul olmanın səbəbi odur ki, o insanların həyatda stimul ehtiyacları olur. Fərqlilik axtarırlar. Bədənlərini rahatlatmaq və yaxud da stressdən uzaqlaşmaq üçün hər hansı bir yola əl atırlar. Bunlar da bir çox hallarda zərərli vərdişlər olur. Amma üzgüçülük elədir ki, siz bu sahə ilə məşğul olduqda həm fiziki olaraq bədəniniz rahatlayır, həm də üzdüyünüz müddətdə bütün enerjinizi çıxarır. Yəni siz üzəndən sonra hər hansı bir stimula və yaxud da kənar bir məşğuliyyətə ehtiyacınız yaranmır. Bütün stressiz, narahatçılığınız üzgüçülük zamanı itir deyə bu idmanla məşğul olanların pis vərdişlərə yönəlməyə heç vaxtları, həvəsləri də olmur. And that's what I said to people who have any kind of problem. You need stimulus. Go to walk. Walk.
1 hour. After walking 1 hour, everybody's healthier. İndi Lukanın ailəsi zaten artıq idmançı ailəsindən gəlib, ailənin həm məşqçi kimi, həm valideyn kimi rolu burada xüsusi önəm daşıyır. O zaman belə bir sual yaranır ki, yaxşı məşqçi kimdir əslində? Yanına gələn öğrencilərə, tələbələrə texnika öyrədən bir şəxsdirmi? Yoxsa onlara eyni zamanda həyatda doğru yolda davam etmələri üçün öz dediyi kimi stimul verən bir davamlı olaraq onu zərərli vərdişlərdən uzaq tutan, özünü tapan, xarakterini formalaşdıran yaxşı bir insandır. It's definitely the second option that you said is the package that we want Əlbəttə, for our ikincini kids. I have a deyərdim. kids. Mən özüm də He valideynəm, goes to play uşaqlarım tennis var. or football. Mən istəmirəm ki, I hope övladım we thought tennis about it yaxud with futbol our kids about oynamağa, teaching him how eləcə to də be digər a group, idman how to növü ilə behave məşğul and olmağa and gedəndə, onun when təlimçisi, becoming at a high treneri level and ona ancaq I raketka work with tutmağı people öyrətsin. like Mariam Biz Javad təlimçi, Rashid, trener Jordi, olaraq when I work uşaqlara with her, təkcə I'm texnikanı not a deyil, swimming coach, onlara I'm düzgün a qərarlar mentor for qəbul her. etmək üçün I need to lazım make sure that məlumatları she's ötürməliyik. taking the- Yəni she onlar has bu the right məlumatları knowledge to take dəyərləndirərək decision. We cannot düzgün take qərarlar decision. verməyi də öyrənməlidir. But we can give them the tool to understand better reality and to use this. So this I see the more mentorship, more coaching. You say coach or trainer. What you said first is a trainer. Trainer is for 100, very technical execution, while a coach is just coaching the whole. Həyatını dəyişmək istəyən, həyatını yaxşılığa doğru dəyişmək istəyən insanlar üzgüçlüyə üz tuta bilərsə, üzgüçlük bu mənada, bu mövzuda hansı dəstəyi və stimulu verə bilər insanlara? Sözün düzü, mən üzgüçülüyü reallıqdan çıxaraq fərqli reallığa getmək kimi qiymətləndirirəm və çəksizliyi də müqayisə edirəm. Çünki siz hovuza gedəndə suyun içində çəksizlik şəraitində qalırsınız. Bu, adama tamam fərqli hisslər gətirir. Əlbəttə, üzgüçülüyün sağlamlıq baxımından da müxtəlif faydaları var. Amma psixoloji baxımdan da siz yeni, fərqli bir mühitə düşdüyünüzə görə bütün narahatçılıqdan, problemlərdən uzaqlaşaraq sırf üzgüçülüyə fokuslanırsınız və suyun verdiyi o rahatlığı hiss edirsiniz. Əlbəttə, bütün bunlar sizə pozitiv təsir edəcək. Çox maraqlı yanaşmaydı. Acaba Luka bəyin praktikasında zərərli vərdişlərlə uğraşan, ondan əl çəkmək istəyən və yaxud əl çəkib də xilas yolunu üzgüçlükdə görən, idmanla öz zərərli vərdişlərindən uzaqlaşmış olan insanlarla rastlaşıbmı, praktikasında olubmu belə bir şeylər vardısa, hətta ad çəkmədən də bir-iki nümunə bizdən bölüşsəydi, məmnun olardı. Mənim yaxın tanıdığım bir şəxs qardaşını itirdiyinə görə mental travması var idi. O travmadan qaçmaq üçün üzgüçülüklə məşğul oldu, həmin travmasından uzaqlaşdı. Sonradan üzgüçülüklə də məşğul olmağa davam etdi. Eyni ilə də həddən artıq çox çəki problemi olan, kökəlmə problemi yaşayan adamların üzgüçülüklə məşğul olub çəki atdığını misal göstərə bilərəm. Onu da deyim ki, üzgüçülüklə çəki atmaq çətin məsələdir. Amma üzgüçülük daha faydalı, daha maraqlı digər idman növləri ilə məşğul olmaq üçün bazadır. Yəni üzgüçülüklə məşğul olduqca insan özünü daha rahat hiss etməyə başlayır və ola bilər ki, siz sürətli çəki itirmirsiniz, amma özünüzü daha rahat, daha gümrah, daha sağlam hiss etdiyinizə görə artıq digər idman növləri ilə də məşğul olmağa həvəs yaranır. Sonda mən Luka bəydən xahiş edərdim ki, Stop Narkotik izləyicilərinə, həmçinin gənclərə və eləcə də övladlarının sağlam yolda, sağlam yürüməsini istəyən valideynlərə nə demək istəyirlər, ürəyindən keçənləri paylaşarıq. Mənim deyəcəyim bir söz var. Nə etmək istəyirsinizsə, onu indi edin, sabaha saxlamayın. Yəni siz həyatınızı müsbətə dəyişmək üçün qaçmaqmı, üzməkmi istəyirsiniz, hər hansı bir idman növü ilə məşğul olan dostunuza, yoldaşınıza qoşulmaqmı istəyirsiniz? Bunu sabah edərəm, bir gün edərəm deməyin. Elə bu gündən o işlə məşğul olun. Şərt deyil ki, daha ağır idman növləri ilə məşğul olasınız. Gəzmək, evin ətrafında yürüyüş etmək və s. də ola bilər. Yəni heç nəyi sabaha saxlamayın, bu gündən başlayın. Whatever, that's a healthy way to live. Dərin təşəkkürümü bildirirəm. Cənab Gabriloya Azərbaycan millisi ilə bol-bol uğurlar arzulayıram. Mən də üzgüçülüyə fərqli aspektdən yanaşdığınız üçün sizə təşəkkür edirəm. Çox maraqlı oldu.